Antinarkotik qanunvericilik dəyişikliklərinin müzakirəsi sabahdan etibarən parlamentdə komitə formatında başlayır. Dəyişiklikləri sabah İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin iclasında müzakirə edəcəklər. Hakim komanda təşəbbüsün qəbulunu yaz sessiyası çərçivəsində planlaşdırır. Müxalifətin bir hissəsi hesab edir ki, məsələ həssasdır və qanunun sərtləşdirilməsi narkotik cinayətlərinin qarşısını ala bilməyəcək. Təşəbbüsün müəlliflərinin izahatına görə isə az miqdarda narkotikin satışı halında belə cinayət məsuliyyəti əhəmiyyətli dərəcədə artırılacaq. Yeni antinarkotik islahatına əsasən narkotik istifadəçilərinə də əlavə məhdudiyyətlər tətbiq ediləcək. Əgər indiyə qədər açıq məkanda marixuananın istifadəsi yalnız inzibati cərimə ilə müəyyən edilirdisə, indi bu 3 il müddətinə sürücülük vəsiqəsinin əlindən alınmasını və 5 il müddətinə ictimai və ya təhsil müəssisələrində işləmək qadağasını nəzərdə tutur. Hakim komandada dəyişikliklərin səbəbinin liberal narkosiyasət nəticəsində yaranan problemlərin aradan qaldırılması olduğunu deyirlər. 2025-ci ilin özünü idarə etmə seçkilərində kimin iştirak edəcəyi hələ də bəlli deyil. Bu vaxta olan məlumata əsasən müxalifətdən yalnız Girçi partiyası mübarizə aparmağa planlaşdırır. Digər müxalif siyasi subyektlər isə bu mərhələdə seçkilərdə iştirak etməyi düşünmürlər. Müxalifətçi siyasətçilər bildirirlər ki, mövcud hakimiyyət şəraitində özünü idarə etmə seçkilərinin obyektiv keçiriləcəyinə ümidləri yoxdur. Müvafiq olaraq iştirak etməyin mənasını görmürlər. Gürcü arzusu müxalifət partiyalarının əksəriyyətinin mövqeyini sabotaj kimi qiymətləndirir. Konstitusiyaya əsasən yerli özünü idarə etmə seçkiləri oktyabrın 4-də keçirilməlidir. Donald Trump'ın Gürcüstana da aid daha bir bəyanatı. Yadda saxlayın, Rusiya Buşdan Gürcüstanı aldı. Krımı soyadı Obama olan şəxsdən aldılar. Bütün ölkəni Biden'dən almağa cəhd etdilər. Bəs Rusiyanın heç nə ala bilmədiyi kimdir? Trump. Bu sözləri Donald Trump Oval kabinetdə İrlandiyanın baş naziri Michel Martinlə görüşü zamanı deyib. Həmçinin Trump bildirib ki, heç kim onun prezidentliyi dövründə Nord Stream 2-ni dünyanın ən böyük boru kəmərini dayandırması faktını vurğulamır. Amerika Birləşmiş Ştatlarının prezidenti atəşkəs təklifini müzakirə etmək üçün administrasiyasının nümayəndələrinin hazırda Rusiyaya yola düşəcəklərini bildirir. Trump, Ukrayna və Rusiya arasında mümkün atəşkəslə bağlı müsbət ismarıcılar aldığını deyib. Lakin onun qeyd etdiyi kimi bu ismarıcılar heç nə ifadə etmir. Çünki vəziyyət olduqca ciddidir. Oval ofisdə media ilə söhbətində Donald Trump bildirib ki, əgər Rusiya müharibəni davam etdirməyi seçərsə, bu Moskva üçün məhvedici maliyyə tədbirləri ilə nəticələnə bilər. Amerika Birləşmiş Ştatlarının prezidenti deyib ki, Ukrayna ilə bağlı nəsə edilə biləcək mərhələyə yaxınlaşırlar. Bununla yanaşı o qeyd edib ki, bir zamanlar çətin mövqe tutan Ukrayna tərəfi artıq mövqeyini dəyişib. Rusiya prezidenti Kurskda hərbi məntəqələrdən birində olub. Hərbi geyimdə olan Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimovla görüşüb və bildirib ki, Kursk vilayəti tamamilə azad edilməli və dövlət sərhədi boyunca təhlükəsizlik zonasının yaradılması məsələsi üzərində düşünməlidirlər. Valeri Gerasimov isə qeyd edib ki, bugünkü vəziyyətə görə Rus ordusu Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin zəbt etdiyi ərazilərin 86%-dən çoxuna nəzarət edir. Baş qərargah rəisi son 5 gün ərzində Rus ordusunun 24 yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini deyib. Qeyd etmək lazımdır ki, Rusiya prezidenti 2024-cü ilin avqustun 6-sında Ukrayna qoşunlarının Kursk vilayətinə daxil olmasından sonra ilk dəfə Kurska səfər edib. Rusiya Ukraynaya hava zərbələrini yenə davam etdirir. Ötən gecə Ruslar Xersona və Dnepropetrovsk vilayətinə hücum ediblər. Hücum nəticəsində Xersonda bir nəfər həlak olub, bir nəfər isə yaralanıb. Dnepropetrovsk vilayətində də bir nəfər yaralanıb. Vilayətin qubernatoru Sergey Lisak yaşayış binasına, inzibati binaya və bir neçə avtomobilə ziyan dəydiyini bildirib. Avropa Parlamenti Ukraynanı dəstəkləyən yeni qətnamə qəbul edib. Sənədi 442 Avropalı parlamentari dəstəkləyib. 98 nəfər əleyhinə səs verib. 126 nəfər isə bitərəf qalıb. Qətnaməyə əsasən Avropa İttifaqı hazırda Ukraynanın əsas strateji müttəfiqidir və ölkəyə müdafiə hüququnda yardım etməyə borcludur. Sənədə əsasən Avropalı parlamentarilər 30 günlük atəşkəs təklifini təqdir edirlər. Onlar Rusiyanın atəşkəsə razılaşacağını, bundan sonra da
da Ukrayna əhalisinə və infrastrukturuna hücumu dayandıracağını gözləyirlər. Həmçinin qətnamədə razılaşırlar ki, Rusiyanın gələcək aqressiyasının qarşısını almaq üçün Avropa İttifaqı Ukraynaya etibarlı təhlükəsizlik zəmanətlərinin təmin edilməsinə töhfə verməlidir. Avropalı parlamentarlər yalnız dırnaqarası sülh müqaviləsini asanlaşdırmaq üçün Ukrayna rəhbərliyinin şantaj yolu ilə kapitulyasiyaya məcbur edilməsinin istənilən cəhdinə qəti şəkildə qarşı çıxırlar. Qətnamədə deyilir ki, Avropanın təhlükəsizliyinə dair danışıqlar Avropa İttifaqının iştirakı olmadan aparıla bilməz. Eləcə də Ukraynanın Avropa İttifaqına üzvlüyündən bəhs olunur. Avropalı parlamentarilər Ukraynanın gələcəyinin Avropa İttifaqında olması ilə razılaşırlar. Əgər Avropa İttifaqı güc və nüfuz itkisini önləmək və ya dəyişdirmək istəyirsə, bunu yalnız Türkiyənin tam üzvlüyü ilə əldə edə bilər. Bu haqda Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan Polşanın baş naziri Donald Tusk ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Erdoğan bildirib ki, Türkiyə və Polşa NATO-nun şərq və cənub cinahlarında yerləşən və Avropada iki ən böyük quru ordusuna rəhbərlik edən əsas müttəfiqlərdir. Türkiyə prezidenti Rusiya-Ukrayna müharibəsinə də diqqət yönəldib. Erdoğan bildirib ki, onlar Amerika Birləşmiş Ştatları və Ukrayna arasında aparılan danışıqlarda Ukraynanın atəşkəsi qəbul etməsini müsbət qiymətləndirirlər. Öz növbəsində Polşanın baş naziri Donald Tusk bildirib ki, Türkiyə prezidentindən regional sabitlik üçün məsuliyyət götürməsini xahiş edib. Xarici İşlər Naziri Nyu-Yorka səfəri çərçivəsində orada yaşayan gürcülərlə görüş keçirib. Görüş zamanı xaricdə milli və mədəni kimliyin qorunmasında, Gürcüstanın tanıdılmasında və ölkənin müsbət imicinin formalaşdırılmasında gürcü diasporunun rolu vurğulanıb. Qeyd edilib ki, diasporla münasibət Gürcüstan hökumətinin və Xarici İşlər Nazirliyinin əsas prioritetlərindən biridir və dövlət bu istiqamətdə bir sıra layihələr həyata keçirir. Görüş çərçivəsində Xarici İşlər Naziri diaspor nümayəndələrinin suallarını cavablandırıb. Xarici İşlər Naziri diaspor nümayəndələrini Gürcüstanın baş konsulluğunda qəbul edib. Teatr Universiteti ətrafında gedən proseslərlə bağlı debatlar sabah saat 22:00-da 1-ci kanalın efirində keçiriləcək. Verilişdə universitetin rektoru Georgi Şalutaşvili və bir neçə tələbə iştirak edəcək. Bu barədə razılaşma dünən gecə saatlarında universitetin rektoru, ictimai yayımçının rəhbərliyi və tələbələr arasında keçirilən görüşdə əldə olunub. Tələbələr dünən 1-ci kanalın verilişində qonaq olan Georgi Şalutaşvilini ictimai yayımçının binasının önünə gəlməyə və orada bəyanat verməyə razı sala bilmədiklərini deyiblər. Lakin tələbələrin bəyanatına əsasən rektor söz verib ki, cümə günü efirdə tələbələrlə birlikdə əyləşəcək və etika komissiyasının qərarı və mövcud problemlər haqqında danışacaq. Etika komissiyası bir neçə gün əvvəl etiraz aksiyasının iştirakçısı olan 10 tələbənin statusunu ləğv edib və qərar haqda onlara elektron post vasitəsilə məlumat verib. Tələbələri etika məcəlləsini pozduqları üçün 5 min lari məbləğində cərimələyiblər. 1-ci kanalın qarşısında aksiya gecə saatlarına qədər davam edirdi. Daha sonra ictimai yayımçının binasının qarşısında toplaşan tələbələrə Rustaveli prospektində keçirilən etiraz aksiyasının iştirakçıları da qoşuldular. Bu, Teatr və Kino Universitetinin dosenti Maka Vasadze ilə birlikdə universitetin rektoru Georgi Şalutaşvilinin də günün mövzusu verilişində qonaq olmasından sonra baş verib. Aksiyanın iştirakçıları bildiriblər ki, rektor veriliş zamanı yanlış məlumat yayırdı. Buna görə də tələbələrə efir verilməsini tələb ediblər. 1-ci kanalın qarşısında toplaşan insanlar bu tələbi səs-küy və şüarlar fonunda səsləndirirdilər. Tələbələr və Rustaveli prospektindən aksiyaya qoşulan iştirakçılar televiziya binasının bir neçə girişinin qarşısında dayanıblar və efirdən rektorun çıxmasını gözləyiblər. Onlar Georgi Şalutaşvili ilə üz-üzə danışmaq istədiklərini deyiblər. Sameba Kafedral məbədində ikinci gündür işğal olunmuş Abxaziya bölgəsindən gətirilən 1990-cı illərin silahlı münaqişələri zamanı itkin düşmüş şəxslərin mülki yas mərasimi keçirilir. Yas mərasimində dövlət naziri Teya Axuledyani iştirak edib. Dövlət naziri aparatı və Beynəlxalq Qırmızı Xaç Komitəsinin birgə əməkdaşlığı ilə Gürcü və Abxaz iştirakçılardan ibarət koordinasiya mexanizmi çərçivəsində bu dəfə itkin düşmüş 6 nəfərin şəxsiyyəti müəyyən edilərək ailələrinə qaytarılıb. Onlardan 5-i hərbçi, biri isə mülki şəxsdir. 2 döyüşçü Diğumi qardaşlıq qəbristanlığında, digərləri isə ailələrin qərarına əsasən müxtəlif yerlərdə, o cümlədən ailə qəbristanlıqlarında hərbi ehtiramla dəfn ediləcək.